Ələsgər rayonları sahib qızı. Necə olub hadisəni danışardınız? Bax, qızınızın neçə yaşı vardı, neçə yaşında? Qızımın 15 yaşı var. Hə cavabı həyə görə biz ora getdik. Burada mənim imkanım olmayıbdı. Mənim yenə bax Kafedə burdadır. keçirmək istədiniz. Bəli, yüngül varidə hə cavabı, heç hə cavabı da verilmədi. Üstünü gəldilər, yaxaladılar. Ki belədir, nişan eləyirsiniz, qız ərə verirsiniz, ancaq bizdə qız ərə vermək yox idi. Qız ərə verən ev paltarında verilmirdi ki, gəlin ev paltarı geyinərdi. Xeyr, biz hə cavabına görə, heç hə cavab da verilmədi. Belə olmaz axı. Hə verilib, qutarıldı, getdi. Mərasim dağılaşıydı, qutardı, getdi. Vəssalam. Bəs nə vaxt ailə qurmaq üçün? 19 yaşında. 18 yaş tamam olandan sonra ailə həyatı qura bilərlər. Məktəbə getməyinin səbəbi nədir? Yəni İmkansızlıq dairəsində. İmkanım olmadı, nə də məktəbə qəbul eləmədilər. neçənci sinifdən oxumur? 6-cı sinifdən bəri oxumur. Amma Oxumur. istəyirdim oxumaq. Siz Bəli, biz də istəyirdik, hamımız istəyirdik, hamımız da getdik də. Məktəbdən soruşa bilərsiniz də, bax, buradan da Mahirdən də soruşa bilərsiniz ki, Ələsgərovun ailəsi gəldimi məktəbə? Deyəcəklər, bəli, biz qəbul eləmədik. Sizi qudanız tərəf belə deyim də məcbur elədi ki, tez bir hə alınsın, eləmi? Dedilər ki, hə alınsın, ondan sonra da vəssalam, ta bundan da qutardıq dedi. Bir də yaşı tamam olandan sonra biz gələcəyik el adətindən. Toyumuzu eləyəcəyik. Vəssalam. Qız da hardadır? Öyümüzdədir. Bax, bu dəqiqə öydədir. Faktı evdədir. Ələsgər və Nura İlqar qızı Ərəbbarovda oxuyurdum, 6-cı sinifdən çıxmışam. Özünüz görmüş. Səbəb nə idi çıxmaq? Səbəb imkansızda. İmkanınız olmadı oxumaq. Bəli. Nişan mərasimindən deyirlər ki, toy eləmisiniz. Bax, bununla bağlı sizin fikirlər. Yox, toy eləməmişdik. Sadəcə hə cavab veriləndə o da gəldilər ki, belə hamısı oturmuşdu. Elə belə 4-5-6 nəfər adam var idi. Vəsə. 18 yaşım olana kimi məni gözləyirdi ki, elə bir ki, tamam olanda toyumuz olar. İnşallah. O da dedi ki, hə, heç nə. O da gəldilər, tutdular ki, niyə xeyr ola üzük şeylədiniz, nişan elədiniz. O da dedi ki, valla eləcə hə cavabıdır. Nişan üzük yoxdur. Ondan sonra da belə oldu. Sənin özün ümumiyyətlə oxumaq arzun, istəyin olubmu, yoxsa ancaq Bəli. evlənmək? Bəli, olub. Nişan o da olub. Elə bir ki, oxumaq niyyətim olub. Ancaq oxumam olub. Vəsə. Bəs harda tanış olmuşdunuz? Necə siz belə gəldik? Dağda tanış olmuşduq özümüz. Dağda tanış olduq. O da anası, atası da görüb, özü də görüb. O da gəlib cavab almağa. O da olmadı. Sadəcə hə cavab almaq üçün gəlmişdiniz. Bəli. Bəs niyə kafedə elədiniz? Çünki imkan yox idi. Mən Kərimov Faik Fərmanoğlu, Toz və Nikola Üskəndə yaşayıram. Hal-hazırda kahve sahibiyəm, kahve işlədirəm. Bizə sifariş gəldi ki, yemək hazırlayın bizə. Mən də 30-35 nəfərlik yemək hazırladım. Zakazla, belə zakazla hazırladım. Saat 2-nin yarısı olan vaxtları gəldi qonaqlar. Gəldilər, qonaqlar gəldi, düşdülər məclisə. Bəy, gəlin bəy. Mən də bunları soruşum nədir? Deyirlər ki, elçilikdir. Baxdım ki, nişan imiş. Mən soruşum oradan vəsiqə istədim oradan. Bəli, o bana vəsiqə verdilər. Qızı 19 yaşı çıxdı, bəyin də 29 yaşı çıxdı. Vəsiqəni öncədən göstərmiş. Vəsiqəni bəli öncədən göstərdilər, bəli mən baxdım. Sonra məlum oldu. Sonra məlum oldu ki, qız az yaşıymış. Mən aradıblar başqa vəsiqə ilə. Başqa vəsiqə. Başqa vəsiqə ilə bəli.